Allah deyir sənə bir hiss vermişəm, seçimi doğru eləyə biləsən. Mən xırdalıqları demirəm, böyük məsələləri, ciddi məsələləri. İndi adın vicdan qoyursunuz bu hissin adını, fitrət qoyursunuz, nə qoyursunuz özünüz bilərsiniz. Quran deyir və nəfsin və ma səvvaha. Sənin vücudunu elə yaratmışam ki, fəəlhəməha fucuraha və təqvaha. Sən yaxşı ilə pisi ilham eləmişəm sənə. Sənin vücudun bax belədir. Yaxşı, xanım, kişi fərq eləməz. Amma bir dönəmdən sonra təəssüf. Bu qüvvə içində olan qüvvə sönməyə başlayır. Onun işığı ölməyə başlayır. Əsasda o qüdrəti itirməyə başlayırsan. Bax, onun biri var, insan satıcıdır, ticarət edir bazarda, oyun qurur, müştərini aldadır. Bir də var, bu satıcının tərəzisi xarab olub. Yaxşı, tərəzi xarab olanda heç də. Bir var, tərəzi işləyir, satıcı oyun qurur. Bir də var, tərəzi özü xarab olub. O vicdan tərəzidir. İnsan əvvəl aldadır, özünü elə aldadır. Bir müddət sonra içindəki olan tərəzi ki var, yaxşı ilə batili ayırt edə bilən, o çəkən, o mizan, o da xarab olmağa başlayır. İnsanın yaxşıdan acığı gəlir, pisdən xoşu gəlir. Bax, vəziyyət budur. Ona görə Məsum buyurur ki, Qurandan bəhrələnmək istəyirsiniz? Bəli, istəyirik. Birinci məsələ budur, zehniniz saflaşmalıdır. 2. Hissləriniz lətifləşməlidir. 3. O qüvvə ki var, haqqla batılı ayırt edir, onu işlək saxlamalısınız. Qoymamalısınız o vicdan ölsün. Vicdan qatil olmayın, öldürməyin vicdanınızı. Onu saxlayın. Vay o gündən ki, o ölməyə başlayır. Şeytanın əsas da misyası, hədəflədiyi nöqtə odur ya. Nə ki, sən pis edəyəsən, yox. Sən pisə yaxşı deyəsən, yaxşıya pis deyəsən. Hədəflədiyi zirvə nöqtə budur.